İtkin düşən balıqçılar dünən səhər saatlarında Xəzərin bu ərazisindən sulara daxil olublar. Günorta saatlarında isə onlarla yaxınları əlaqə saxlayıb, lakin hava küləkli olduğundan balıqçıların nə dedikləri anlaşılmayıb. Bundan sonra isə axşam saatlarında onların axtarışlarına başlanılıb. Hazırki saatlara qədər axtarışlar davam etdirilir. Hələ ki onlardan soraq əldə etmək mümkün olmayıb. Astarada itkin düşən balıqçıların axtarışları davam etdirilir. Az öncə balıqçılardan birinin axtarışlara cəlb olunmuş atası hazırda dənizdən qayıtdı və çox bir kədərli məqam idi. Axtarışların nəticəsiz olduğunu öz yaxınlarına deməkdə belə çətinlik çəkdi. Ümid edək ki, tezliklə axtarışlar müsbət nəticə verər. Hava şəraiti küləkdir. Möhkəm külək, getmək mümkün deyil. Nə qədər imkanla biz gedirik. Yəni mümkün deyil. Helikopterə ehtiyacı var ki, yuxarılara gəlsin. Biz gedə bilmirik də külək yuxarı. Burada külək yoxdur, içəridə vaxtı külək. Olurmu belə vəziyyətlərdə qayıqlar getsin İran tərəfə, digər sulara? Olur. Nə olmuyor? Motor xarab olsa külək aparacaq, çıxacaq o tərəfə. Olar, yox dərin suya aparacaq onu. Bunu heç İran tərəfi də tapa bilməyəcək. Mümkündürsə helikopter gəlsin, axtarsın burada. Dərin sularda. Hani bize gedə bilmirik, bize imkan vermir. Qıraq sularda yoxdur bu adam. Ancaq oraya etməli lazım, orada biz gedə bilmirik. Qıraq suları hansı ərazilərə qədər getdi? 40 milə qədər. Sahil boyu əraziləri necə gəzmişsiniz? Gəzmişik, bu saat Astaran qranisəsinin boyuyla, İran qranisəsindən gəlmişəm, düz çıxmışam bura. Qranisiya boyu gəlmişəm, hamısı. Hər hansı bir əşyaları filan? Yox, heç rast gəlməyib, yox, xeyr, heç nə olmuyor belə şeylər. Üç günlük uşağı dünyaya gəlib, Həsən oturanda bir həftə 10 günə yaxındır ailə həyatı qurub. Bax, dünən nə vaxt çıxdılar bu balıqçılar dənizə gediblər? Bu barədə Saat 8 arası dənizə düşürlər. Hər gün olduğu yəni müddətdə saat 8 arası dənizdə olurlar. 2-dən sonra da əlaqəmiz kəsilib bunlarla. Saat 4-də də mühafizə xidməti, sahil mühafizəsi hər kəsin xəbəri olub. Yəni hər kəsin bundan xəbəri var. Hər kəs bizə dəstək olublar. Saat 5 arası da 6 arası da sahil mühafizə dəniz qüvvələri də məsələn gəmilərimiz yaxınlaşıblar bizə. 2 dənə gəmi hal-hazırda axtarışdadır dənizdə. Bizə helikopter lazımdır. Helikopter olmasa, yəni bu axtarışlar mümkün deyil. Çox dərin sudalılar bunlar. Orada bizim hal-hazırdakı hava şəraitimiz də buna uyğun.
Yəni bu helikopter gəlib bizə dəstək ola bilər. Nə qədər müddətdir bunlar balıqçılıqla məşğul? Yəni peşəkar idi. Bəli, peşəkar dənizçilərdirlər bunlar, bəli. Peşəkardırlar. Adətən balıqçılar ehtiyat yanacaq da götürürlər. Bunlar götürməyib yoxsa az ola bilər? Yanacaq az ola bilər. Yəni ehtiyat yanacaqları olmayıb bunlar. Yanacaq az ola bilər bunlarda. Ehtimal var ki, yanacaq azdır. Hava biraz küləkli olduğu üçün güman edirəm ki, İran tərəfindən çıxada bilər. İran tərəfindən ya da çox dərindən basıb qayığı apara bilər. Yəni qayıq mülli qayıqdır, liner qayığıdır. Ola bilsin ki, dərinə bunu aparır. Bir də son sualım, bunlardan nə vaxt ailə qurublar? Az yaşlı övlad dünyaya gələn olur. Bəli, Həsən Ağadadanın 3 günlük uşağı dünyaya gəlib. Həsən Turanla bir həftə 10 günə yaxındır ailə həyatı qurub. Hara kadar gittiniz ki siz? 50 kilometre getdik. Yoxdur. Yəni biz də əlimizdən yəni eləyirik. Gecə saat 1-də işə çıxmışıq qırağa. Yox, ancaq buna görə versalıyor, nə bilim. Helikopterdən zadına görə olar ki, geçsək. Vay tamam eləsin. Belə özü mümkün deyil. Beşikdə şəhərdə axtardı, şəhər sonra oxudan düşdü. Getmişik şəhərdən almışıq azaldı. Yoxdur. Astarada itkin düşən balıqçıların axtarışları davam etdirilir. Belə ki, Astaranın Şahağac kənd sakinləri Turan və Ağadədə Həsənovlar dünən səhər saatlarında bu ərazidən Xəzər dənizinə balıq tutma məqsədi ilə daxil olublar. Günorta saatlarında onların yaxınları telefon əlaqəsi saxlayıb onlarla danışa bilsələr də sonradan əlaqələr kəsilib və axşam saatlarına etibarən hər iki balıqçının axtarışlarına başlanıb. Hazırda da axtarışları Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin sahil mühafizə hissəsinin gəmiləri cəlb olunub. Bundan başqa balıqçıların yaxınlarından ibarət 4 balıqçı qayığı da hazırda axtarışları həyata keçirməkdədir. Hazırki saatlara qədər isə onlardan hələ ki soraq alınmayıb. Ehtimal ola bilər ki, balıqçıların yanacaqları tükənib və dənizin ortasında qala bilərlər. Digər ehtimal isə balıqçıların küləyin təsirindən İran sularına daxil olmaları ehtimal olunur.